İnsanlar həm çox yaşamaq istəyirlər, həm də xoşbəxt olmaq istəyirlər. Belə bir elmi çalışma varmı görəsən ki, bu ikisini araşdırsın? Əslində dünyada var olan ən böyük çalışma Harvard çalışması sırf bunu araşdırıb və bu çalışma 85 ildir ki, davam edir. 1938-ci ildə 724 gənci alıblar. Burada iki qrup gənci alıblar. Bir, Harvardda oxuyan, maddi vəziyyəti yaxşı olanlar, bir də daha kasıb bölgədə yaşayan, maddi vəziyyəti pis olan gənclər. Və məsələ sadəcə bunları tədqiq etməklə keçməyib. Bunların övladlarını, nəvələrini incələyiblər və müayinədə anketlər, qan testləri, zəka testləri, beyin maqnit rezonans testləri, hər şey dəyərləndirilib və uzun çalışmanın nəticəsində xoşbəxtliyin və uzun həyatın sirri nədədir bilirsinizmi? Çox sağlam sosial əlaqələrdə. Burada əlaqələrin çox olması önəmli deyil, əlaqələrin keyfiyyətli olması önəmlidir. Üç şey önəmlidir. Bir, ailəsində sağlam əlaqəsi olanlar, yaxşı dost əlaqələri olanlar və yaxşı iş əlaqələri olan insanlar daha çox yaşayırlar və daha çox xoşbəxt olurlar. Gözləntinin tərsinə maddi imkanlar buradakı rolu çox azdır. Ona görə də çevrənizi yaxşı seçin, xoşbəxt olun.